Və indi isə Güney Azərbaycan Müstəqil Teyfindən Sayın Məhbub Əmrahi bəy Skype vasitəsilə Türkiyə Cumhuriyyətindən bizə qatılacaqlar. Sayın Məhbub bəy Əmrahi, buradan sizi salamlayırıq, xoş gördük. Buyurun, sizi dinləyirik. Başlarını bilmirəm, mənim fürsətim başladı mı, yoxdur? Bəli, buyurun siz. Çox güzel. Salam arz edirəm bütün dəyərli dostlarımıza. Çox təşəkkür edirəm. Burada danışmaqdan onur duyarım. Hər şeydən əvvəl bunu anlatmaq istəyirəm ki, müstəqil teyf bunu mənə önərdi. Mən də müstəqil sahib olduğum üçün. Burada onların sözlərini, yəni öz düşüncələrimizi və müstəqil teyfin genel olaraq fikirlərini burada paylaşaq. Biraz məsələsində bu referandum səsən o ölkələrdə yəni bizim durumda olan ölkələrdə, bizim durumda olan millətlərdə yəni bu şəkildə göstərilir ki, bunların bəlli bir coğrafiyaları vardır. O bölgə içərisində müdərşdirlər, yəni müxtəlif işdirlərdirlər. Ya da ümumiyyətlə bəlli bir savaş və ölkə içərisində qarışıqlıq sürəti nəticəsində bir də məsələn Sudanda 7 il savaşdan sonra Birləşmiş Millətlər gəlir oraya. Bu durumda olan millətlərsə bunlar ki ya özlərinə bəlli bir özəl xudmuxtar bölgələri vardır. Bu referendum istiqlal referendumu tələbinə gedirlər. Ya da bunlar bəlli bir savaş sürəti nəticəsində zaten coğrafiya olaraq bölgələri bir-birlərindən ayrışmış olur. Yəni bu mənada ki, Sudanda, Güney Sudanla və Kuzey Sudanla ərəblər də var ki, Güney Sudanın əhalisinin yəni millət bir-birləri ilə tutmaları nəticəsində bunlar zaten coğrafiya olaraq bir-birlərindən ayrışmış olurlar. Güney Sudan tərkili bu coğrafiyanın tamam bir yerində yaşayırlar. Ərəblər o coğrafiyanın kuzey qismində yaşayırlar və bunlar zaten sınırları, sərhədləri çizilmiş olur. Ancaq bunu mən bu açıdan deyirəm ki, bizim Güney Azərbaycan məsələsində bizim daha sərhədlərimiz çizilmiş deyil. Nə biz də qarşımızda olan xalqlar, Türklər və ya başqa xalqlar, qoşulumuzda olan xalqlarla bəlli bir sınır çizmişik. Yəni bu olmuyorsa, nə də yəni belə bir nəfrət yaranıbdır, nə də İran içərisində yəni nəfrət yaranıb bu mənada deyirəm ki, məsələn bütün Türklər İranın bütün yerlərindən gəlirlər köçələ Azərbaycana, Azərbaycan bölgəsini qururlar və Azərbaycan bölgəsində olan bütün Türklər, Farsda başqaları da Azərbaycan bölgəsindən tamamen xaric olmuş olurlar ki, bu şəkildə bir etnik sınır çizilmiş olsun, yəni o qargaşa nəticəsində bu sınır çizilmiş olsun. Ancaq Güney Azərbaycanda bu durumların heç birisi gerçəkləşməyibdir. Təbii Güney Azərbaycanda var olan durum budur ki, bizim bir tarixi coğrafiyadır, bizim bir tarixi coğrafiya olduğunu iddia etmemizdən dolayı hər şeydən öncə bu referendumun altyapısı dediğim məsələləri ortaya qoymalıyıq. Bu referendumun altyapısı mənə görə birinci məsələsi və hətta ən önəmli məsələsi referendumun coğrafiyasıdır. Bu ki, biz referendumun coğrafiyasını hara təyin edir və bunun altını necə doldururuz. Yəni, tarixi coğrafiyadan söhbət etdiyimizdə də bütün o bəlgələri, sənədləri, bunun əsliyatını yaratmaq, bütün tarixi dönəmlərdə harada məzdur keçib bu qanunu alır, yaxud o, əgər tarixi coğrafiya olaraq nəzərdə almırsa və etnik coğrafiya olaraq nəzərdə alırsa, bunun üzərində dərin bir araşdırma olması lazım, bu araşdırma gerçəkləşməsi lazım ki, biz o sınırları ən azından dünyaya başvurur
satmamız, hem etnik ətlət satmamız lazımdır, həm də tarixi coğrafiya satmamız lazımdır ki, bunun özünə ağır bir iş olduğunu düşünürəm. Ağır iş bu mənada deyirəm ki, zaman alan və həddində də enerji sərf edən bir iş olduğu bunu bəyan etmək istəyir. Yoxsa bunun dışında bu ki, bu iş ola biləndir, yoxsa təbii ki, ola biləndir. Bütün qaynaqlar mövcuddur, həm İran içərisində, həm bizdən Osmanlı qaynaqları və Avropada, İngiltərədə, Sənsiyyəsi, Müzəfirdə, Rusyada və s. Amerikada bunlar qaynaqlar hamısı mövcuddur. Hər şeyin özü coğrafiyanın bəlli olması lazım ki, biz bu reklamları hansı coğrafiyası gerçəkləşdirmək istəyirik. Yaxud da bu işləri də görməsək, ən azından deyək ki, biz türklər üçün buradakı reklamları deyiriz, bu türklər haradadılar, yəni etnik baxımdan İkinci məsələ budur ki, reklamları başvurusunu haraya və kimin tərəfindən başvurdu. Bunlar bəlli olmalıdır. Yəni reklamın bir təşkilatın tərəfindən nədən də ola bilər. Bizim Güney Azərbaycanlı təşkilatlarının ümumiyyətlə eşidə olan təşkilatlarımızın sahib sahib olduqları bunu tək başına eləyə biləcəklərini biraz şübhə altına apara bilər. Dolayısıyla bu reklamın üzərində bir icma oluşmalıdır və bu icma vasitəsində digər təşkilatlarına, ən azından təşkilatların %100 olmasa da böyük çoxunluğu buna dəstək verirlər və mümkün olduğu təqdirdə bir kampanya açılar və misal üçün 1 milyon imza kampanyası yaxud nə bilim 100 min imza kampanyası 1 milyon çox olur da bu məsələ üçün təbii ki. Bir də 10 min imza kampanyası yaxud 100 min imza kampanyası ki, bunu güneydən də imza alsalar və bu işin məşruiyyətini daha da çoxaldır. Bir başqa məsələ də bugün çalışmaları, bugün yöndən çalışmalara yapılmalıdır. Bunun üzərindən də bir çalışlar düzəlməsi lazım ki, bu məsələni tam olaraq araşdırsın, hukuki baxımdan araşdırsın. Yəni, gələcəklərin məsələ budur. Bunun yanında 1945-46 Güney Azərbaycan Milli Hökuməti məsələsinə əsl etmək olar. Bu ki, biz özümüzü Güney Azərbaycan Milli Hökumətinin bir devamı kimi suna bilərik və bu ki, bizim oradakı hökumətimizi İran rejimi rəsmiyyətə tanımışdı dönəmində və daha sonra gəlib orayı ordusu vasitəsilə heç bir xalq iradəsinə dayanmadan ordu gücüylə, süngü gücüylə işğal etdi və bunu biz məzun tanımlamalıyız. Bu hafta məzun bir sənət yaratmalıyıq və bu sənətlərin yəni oraya sunacaq bir sənətlərimiz olmalıdır ki, bunların hamısını toplamamız lazımdır. Bu da bu referandumun məsələlərindən birisidir və dediyim kimi bu məsələnin hukuki boyutlarının yanında bu 21 Azər Milli Hökumətin məsələsində çalışması o baxımdan önəmli bir məsələdir. Eyni zamanda sadəcə Milli Hökumət deyil də, ondan öncəki Azərbaycan dönəmini bir müstəqil yaxud xodmustar, yəni bir əyalət şəklində, özünü yönətə bilən bir əyalət şəklində, tarixən o coğrafiyanın içərisində imperatorluqlar dönəmində, yəni Qacarlar və s. dönəmində özünü yönətən bir əyalət olduğu haqqında bəlgə və bilgi toplanması lazım. Bunlar hamısı dökümanlar halində sunulması lazımdır. Yəni, indi bu söylədiyimiz şeylər, bunları hamımız bilirik. Mən bilirəm, siz bilirsiniz. Amma bunu bir yerə rəsmi şəkildə sunacağımız üçün bu referandum tələbini, bunun altını da bu bəlgələrlə doldurmalıyıq deyə düşünürəm. Amma bütün bunların hamısı bir yana qalsın. Bu çalışmalar əgər olmasa dahi, bu referandumun özünü olumlu olaraq algılayıram və buna mən şəxsən dəstək verərəm deyə düşünürəm. Çünki bunun gətiriləri bizə vardır. Gətiriləri nə ola bilər? Hər şeydən əvvəl biz bir tarix yazırıq. Bu mənada ki, orada gələcəkdə, yəni bizim bu referandum tələbində bulunduğumuzda gəlib bu referandum orada gerçəkləşməyəcək deyə inanıram. Bugünkü İran şərtlərini nəzərdə tuturam ki, İslam Cumhuriyyəti rejimi içərisində belə bir şey həqiqətən gerçəkləşməyəcək. Amma bu bir
əhlin intişar ola bilər eşidəki güclərin əlində, necə ki, İrana hüquq bəşər yönündə baskı gətirirlər. Bu yöndə ki, orada bir millət vardır və bu millət öz varlığını ortaya qoymaq istəyir və istiqlal və azadlıq tələbindədir. Onların bunu bəyan edə bilmələri üçün bizim oraya bu başvuruda bulunmamız da onlar üçün bir sənəd oluşturur ayrıca. Bu baxımdan bu referendum başvurusunun həm fikri, həm də içəri etibarını mən bəyənirəm və çətinliklə dəstək verirəm buna və eyni zamanda bunun yəni İranın torpaq bütünlüyünü tartışmaya atacağı açısından həm İran opozisyonu içərisində, həm də yəni o yeri gələn yerlərdə elə Birləşmiş Millətlərin çox üst düzeyində də olmasa, ən azından Birləşmiş Millətlər səviyyəsində yaxud başqa ölkələrə bizdən bu məsələrini biz başvursaq ki, bu konuda İrana baskı gətirsinlər. Bu hər ikisi yönündən Azərbaycan Milli Hərəkatının bir güc göstərisidir və bunu onların gələcəkdə İrana bu yönü ilə baskı yapacaqlarında bir sənəd və bir məşruiyyət oluşdurar. Çünki bugün misal üçün başqa xalqlardan ərəblər haqqında İrana məsələ gətirirlər, o hüquq bəşəri yönündən baskı gətirirlər. Bunun səbəbi budur ki, ərəblərin mübarizəsi var və bu ərəblərin mübarizəsi bəlgələnir. Yəni bu zaman içərisində filan insanları edam edirlər. Bunların səbəbi budur, gələcəklər budur. Bunları o ərəb hərəkatı suna bilir oraya və onlar da bu sənədlərə dayanır. Sənəd olmadan olsa da rəsmi dövlətlər bir girişimdə bulunmazlar ümumiyyətlə. Bu baxımda bu sənədlənməsi baxımından həm bizim özümüzün bunu sənədləndirməsi, həm də bizim özümüzün bir sənəd olub onların istifadə edəcəyi bir yönündə çox önəmli bir girişim olduğunu düşünürəm. Ancaq bunun bəhsin əvvəl qisminə dönmək istəyirəm. Mən bir dəqiqə içində bitirirəm. Bəhsin əvvəl qisminə bu baxımda dönmək istəyirəm ki, bu referendumun, bu dənli çalışılmış olması və daha tartışılmış, çalışılmış, yəni bunun içərisi tarixi, coğrafik və hüquqi baxımlardan döndürülmüş olsa, bu gələcəkdə də bizə belə bir tarix yaradır ki, bizdən bu iş indi İran içərisində bu şərtlərdə gerçəkləşməyəcək, amma bizdən 10 il sonrasında